Salam hörmətli Neftçi TV izləyiciləri. Bura Neftçi futbol mərkəzidir və bir qədər sonra AFFA U17 liqasında Neftçi və Zirə komandaları üz-üzə gələcəklər və heyətlərlə tanış olaq. Əvvəlcə başlayaq Neftçidən. Komandamızda qapını 1 nömrə Mehdi Həsənov qoruyur. 7 komandanın kapitanı Vüsal Kərimov. 5 Əmir Fəttiyev. 8 Fatih Əskərzadə. 9 Elnur Abdullayev. Zirənin heyəti qapıda 1 nömrə Xəqan Şükürov. 3 komandanın kapitanı Murad Qurbanov. 7 Ramal Abışov. 8 Musa Mustafayev. 9 Əhliman Süleymanzadə. 11 Emil Usubov. 18 İmran Süleymanzadə. Fit səslənir və Neftçi Zirə qarşılaşması başladı. Uğurlar Neftçi. Qarşılaşmanın 32-ci dəqiqəsi. Fit səslənir. Pünhan Qasımzadədən ötürmə cərimə meydançasına. Zərbə Rauldan. Qapçı və qayda pozulub. Burada qayda pozuntusu kimi qiymətləndirildi bu epizod. Və dərhal 45 dəqiqə tamamlanan kimi Ceyhun Hüseynov ilk hissənin final fitini səsləndirir. Hakim saatına baxır. Fit səslənir və ikinci hissə başladı. Neftçiyə bir daha uğurlar arzulayırıq. İndi görək cərimə zərbəsi bu dəfə necə alınacaq. Nicatlı topun yanında. Məhərrəmov. Ötürmə cərimə meydançasına. Zərbə və gol! Amma oyundan kənar vəziyyət. Yoxsa əllə oyuna işarə edir burada hakim. Təkrarını izləyək. Qapçı da zədələnib. ...68-ci dəqiqədə artıq. Gol gözləyir tribunadakılar. Fit səslənir. İkinciden zərbə yerinə yetirilir. Ötürmə qapı qarşısına. Zərbə indirilir və gol! Ayxan İssaqov bu dəfə də fərqlənir, amma bu dəfə sayılır. İssaqov 68-ci dəqiqədə hesabı açdı. Bir qədər əvvəl topu qapıdan keçirmişdi, amma həmin gol qeydə alınmamışdı. Bu dəfə standart vəziyyətdən sonra İssaqov. Mehdidən irəli qüvvətli ötürmə. Burada Kamran İsmailov qapçı ilə üzbəüzdür. Kamran bitir məsələni. Kamran alınmadı. Daha bir ötürmə. Qapçı topu götürür və final fiti səslənir. Neftçi Zirəni 1-0 hesabı ilə məğlub edərək xallarını 94-ə çatdırır. İkinci pillə ilə xal fərqini 9-a yüksəldir və çempionluq yolunda çox böyük addım atmış olur.